Bismillahirrahmanirrahim. Değerli izləyicilər, bugünkü bəhsimizdə də Vəhabilərin, Sələfilərin, özlərini Əhl-i-Sünnə vəl-Cəmaə adlandıran firqənin Peyğəmbərə və onun əhl-i beytinə iftira atdıqlarını sizə sübut edəcəyik. Buyurun, izləyin. Qədirxum hadisəsinin baş vermə səbəbi Əli radiyallahu anh'ın Peyğəmbər sallallahu aleyhi ve sellemin onu Yəmənə göndərməsiydi. Yəmənə göndərmişdi bir ordu, Allah Rasulü, və onlar qalib gəlmişdilər, lakin qənimətləri bölə bilmirdilər. Və Əli radiyallahu anh gedir orada bölür, orada bir dənə cariyəni götürür özünə. Bir cariyəni götürür özünə. Sahabələrin bəzilə etiraz edir ki, sən döyüşməmsən, sən bura Allah Rasulü bölgü üçün göndərdi, sən cariyəni birini götürdün. Bu, xoşlarına gəlmir olsun bu şey onların. Və bəzi sahabələr deyir ki, onda qalsın bu söhbət həcdə Allah Rasulundan görüşə. Allah Rasulundan görüşəndə bu məsələ ərz eləyərək görək, Əli sən düz elədin yoxsa yox. Və gəlirlər həcdə, Əli radiyallahu anh hadisəsini danışırlar Peyğəmbər sallallahu aleyhi ve sellemə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, lazım deyil burada. Çünki orada hər yerdə adam vardı, istəmədi Peyğəmbər sallallahu aleyhi ve sellem bilsin, yəni hamının bilməyini istəmədi bu məsələni. Əgər Əli məndən sonra xəlifə deməkdirsə, Qədirxum ilə həcdə deyərdə ən yaxşı fürsət idi. Bütün müsəlmanlar oraya yığılmışdı. Həc ən gözəl fürsət idi xəlifəni elan eləməyə. Orada deməli, lazım deyil. Və bir-iki dəfə də sahabələr həcdə gəldilər ki, ya Rasulullah belə, bura lazımdır, bura yeri deyil. Və sonra həc qutardı, yavaş-yavaş geri qaydanda, o ki, qəbilələr artıq hərə öz yerinə getdi, gəldilər Qədirxum deyən bir yerə. Qədirxum deyən bir yerə gəldilər, o da Mədinənin girişi idi. Yəni Mədinə, yəni ora qədər gələn o şey artıq Mədinəlidir. Allah Rasulullah orada bildi ki, artıq bunlar kimlərdir? Bu məsələni bilənlərdir. Yəni dedi, Əli məndəndir, mən də Əlidəyəm, məni sevən Əlini sevən də məni sevib. Yəni Əli radiyallahu anh, yəni o vəziyyətdə şey deyir, təskiyə edir, təmizə çıxardır. Yəni demir, düz eləyib. Sadəcə deyir ki, bu məsələ uzatmayın. Kim məni sevirsə, Əlini sevir, kim Əlini sevirsə məni sevir, məni sevirsə Allah'ı sevir, kim Əlinin dostusa mənə dostundur, mənə dostumsa Allah'ın dostu. Yəni belə məsələni bağlayır. Bir də qardaşlar, Əli radiyallahu anh nə ehtiyacı vardı? Birdən Allah Rasulullah ona elə desin. Deməli, nəsə haqqında söz-söhbət gəzirdi. Yəni, insana vaxtı müdafiəyə ehtiyacı olur. Haqqında nəsə gəzəndə. Yəni, Qədirxum niyə oldu? Onu danışsınlar. Mən həmişə deyirəm, Qədirxumu başdan danışsınlar. Qədirxum niyə oldu? Əli radiyallahu anh məsələsi idi. Belə də oldu, elhamdülillah. Heç kim orada bu xəlifət başa düşmədi. Bir dənə dəstədən başqa. Bəli. Bu videoda gördüyünüz kimi güya Əli əleyhissalamla qoşun arasında olan mübahisəni həll etmək üçün Peyğəmbər Qədirxumda o qədər insanı toplayıb. Bu məsələyə həm tarixi, həm məntiqi yanaşanda görürük ki, bu Vəhabilər Qurandan, dindən, etiqaddan, tohiddən anlayışları olmadığı kimi tarixdən də xəbərləri yoxdur. Yəmən hadisəsi necə olub? Təbəri yazır. 4-cü cild Hicrətin 10-cu ili bəhsində. Eləcə də İbn Hişam Sirətün Nəbəviyyə kitabı 542-ci səhifədə, 524-cü səhifədə, İbn Əsir Əl-Kamilu fit Tarix Həccül Vida bəhsində bu hadisəni belə qeyd edir. Yazır ki, Əli əleyhissalam Yəməndə təbliğatı, dəvəti uğursuz olan Xalid ibn Vəlidi əvəz etmək üçün Peyğəmbər tərəfindən Yəmənə göndərildi və qısa bir münasibətdən sonra Yəmən xalqı İslamı qəbul elədi. Bu zaman qoşun böyük qənimətlərlə geri döndü. Allahın Rəsulü Məkkədə olduğu üçün Əli əleyhissalam qoşunu səhabələrdən birinə tapşıraraq Məkkəyə yola düşdü və Peyğəmbərlə birlikdə həcc əməllərini yerinə yetirməyə başladı. Bu zaman xəbər çatdı ki, Yəməndən gələn qoşun Məkkəyə yaxınlaşır. Əli əleyhissalam qoşunu qəbul eləmək üçün Məkkədən çıxıb qoşunun yanına gəldi. Və bu zaman gördü ki, əskərlər qənimətlərdən götürərək özlərinə təzə libaslar alıb geyiniblər. Əli əleyhissalam bundan narahat oldu və ona görə dərhal əmr verdi ki, Peyğəmbər tərəfindən paylanmamış, bölünməmiş qənimətdən istifadə etməyiniz icazəli deyil, halal deyil. Ona görə də dərhal o libasları onlardan geri təhvil aldı. Qoşun Məkkəyə
daxil olandan sonra o bəzi səhabələr Peyğəmbər əleyhissalama Əli haqqında narazılıqlarını bildirdilər. Əli əleyhissalam elə orada onların cavabını verdi ki, Əli qənimətlərin bölüşdürülməsində, ilahi ədalətin icrasında heç vaxt yanılmır və düz eləyir. Əlidən inciməyə haqqınız yoxdur. Və bu hadisə də bununla bitir. Lakin Qədirxum məsələsinə gələndə, yəni bu insan, bu vəhabilər, deyir Qədirxumda Peyğəmbər insanları yığdı və dedi ki, Əlidən inciməyin, bəs Əli bizim adamdır. Onların dilindən belə çıxdı. Bu ifadə ilə, yəni o da qeyd edir ki, demədi ki, Əli düz eləmədi. Sadəcə Əlini, o işini belə deyək ki, yoluna qoydu. Yəni Peyğəmbər ədalətsiz qərar verdi, eləmi? Yəni səhabələrlə Əli arasında ixtilaf düşüb. Bu ixtilafda Peyğəmbər Əlinin tərəfini tutub belə bir qərar verir. Bu ədalətsiz deyilmi? Yəni bununla bunlar Peyğəmbəri ədalətsiz çıxardırlar. Bir. İkincisi, deyir ki, Peyğəmbər onu Məkkədən qıraqda dedi ki, hamı eşitməsin. Yenə də bu insanların tarixi mənbələrdə məlumatı yoxdur. Çünki əslində Qədirxum Cuhfə adlanan yerdə baş verib. Cuhfə Məkkədən kənardadır. Bu vəhabi qeyd edir ki, Peyğəmbər ona görə bu məsələyə Əli ilə səhabələr arasında olan problemə ona görə Qədirxumda münasibət bildirdi ki, istəmədi Məkkədə hamı bunu eşitmiş olsun. Yenə də yalan deyir. Çünki Məkkə belə bir yerdir ki, hərə bir həcc əməlini yerinə yetirəndə pərakəndə olur, dağılışırlar. Amma Qədirxum əslində Cuhfə adlı bir yerdə baş verir bu hadisə. Cuhfə Məkkədən çıxanda Yəmənə, Misrə, Şama, Mədiniyə doğru gedən yolların kəsişməsidir, ayrıcıdır. Və burada hamı ki ayrılacaqdı, bu vaxt Allah Təbarəkə və Teala Maidə surəsinin 67-ci ayəsini nazil elədi. Ya əyyuhər rəsul, bəlliğ mə unzilə iləykə min Rəbbik. Ey Allahın rəsulü, Allahın sənə dediyini insanlara çatdır. Əgər bu işi görməsən, fəma bəlləxtə risalətə, risaləti sona çatdırmamısan. Yəni, bu topluluğun 120 mindən yuxarı səhabənin iştirak etdiyi bir yerdə Qədirxum baş verib. Nəinki konkret bir məcmu arasında, toplu arasında. Əslində Qədirxum kütləvi bir yerdə qeyd olundu ki, Peyğəmbər dedi ki, bunu hamı bir-birinə çatdırsın, eşidənlər eşitdirməyənlərə çatdırsın. Və sonra dedi, mən hər kəsin mövlasıyam, Əli onun mövlasıdır. Mən hər kəsin rəhbəriyəm, Əli onun rəhbəridir. Müəyyən tərəflər deyir ki, orada elan olundu ki, rəhbər olacaq, hakim olacaq. Hələ söhbət yoxdur axı. Hələ söhbət yoxdur. Çünki hələ olsaydı Peyğəmbər sallallahu əleyhi və səlləm vəfat edəndə sahabelər ixtilaf eləməzdilər və ya bilmirdilər kim olacaq. Müəyyən bir hissəsi. Hətta Ömər ibn Xəttab yaxınlaşır ki, afərin sənə ey Əbu Talibin oğlu, kuntə əntə mövlana, sən bizim rəhbərimiz oldun. Qədirxumun mahiyyəti budur. Odur ki, deyir Qədirxumu əsildən danışsınlar, əsli budur. Nəinki Qədirxum. Buradan görünür ki, bu adamın coğrafiyadan da xəbəri yoxdur. Qədirxum Mədiniyə yaxın bir yer deyil. Qədirxum Məkkənin çıxışıdır. Və ona görə də dəyərli izləyicilər, bu hadisə onu göstərir ki, bu insanlar əslində Peyğəmbərlə, İslamla düşmənçilikləri var. İnsanın qəlbində Peyğəmbərə qarşı ədalətsiz mövqe sərgiləyirlər. Eyni zamanda bunlar Əhl-i Beytlə düşməndilər. Yalandan ki, deyirlər biz Əhl-i Beyti sevirik, amma Əhl-i Beyt haqqında nə qədər fəzilət var danırlar. Əhl-i Beytə nə qədər iftira var atırlar. Ki, burada da birini siz şahidi oldunuz. Ona görə də Qədirxum hadisəsinin mahiyyəti vilayətin təsdiqidir. Peyğəmbərdən sonra Allahın yer üzündə xəlifəsinin kim olmasını təyin etməyidir. Məhz elə bundan sonra nazir olundu ki, Əl-yevmə əkməltu lakum dinikum, Maidə surəsi 3-cü ayə ki, bugün dininizi tamam elədim. Yəni Əlini ki, Əli düz eləyib, Əlinin səhv işini insanlara düz kimi sıramaqla din tamam olurmu? Bu hansı məntiqdir?
Yəni bu vəhabilərin o küçə məntiqi ilə, yəni hər hansı bir hadisəni cariyəyə, qadına bağlamaq və yaxud da belə bir belə mənfur yanaşmaları onu göstərir ki, bunlar İslam dininin düşmənləridirlər. Dəyərli izləyicilər, sələfilər, sırabi vəhabilər, məni diqqətlə izləyin. Bu cürünə qamət kimi, bu oğlan kimi və digərləri kimi Əhl-i Beyt məktəbinə qarşı iftira atanların ardınca gedib axirətinizi bərbad eləməyin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.